Bilirik ki, bu il Ramazan ayı regionda baş verən müharibə dövrünə təsadüf edir. İlahiyyatçı Tural İrfan bu məsələyə toxunaraq bildirib ki, insanlar sülh içində yaşamalı, müharibədən uzaq olmalıdırlar. İslamın mahiyyəti də budur. Təəssüf ki, bəzən bu məsələlərə riayət olunmur və müxtəlif səbəblərdən ölkələr arasında münaqişələrə rast gəlirik biz və bu zamanda nə yazıq ki, dəyərlər, mədəni abidələr, elə din də içində olmaq şərti ilə bu məsələlərə zərər ziyan dəymiş olur. Təbii ki, İslam tarixində də var, digər dünyəvi tarixdə də ki, Məhərrəm ayında da haram aylar sayılır ki, bu aylarda savaşmaq olmaz, savaşılıbdır. Necə deyirlər, Ramazan ayında savaşılır və yaxud da başqa məsələlərə ehtiram olunmur. Bu da şübhəsiz ki, doğru deyil. Dini yöndən qəbul edilməzdir ki, bu insanların, uşaqların, ümumiyyətlə gələcəyinə mənfi təsir göstərir və tarixdə bir mənfi iz qoyur. Onu da qeyd edək ki, Azərbaycanda Ramazan ayı fevralın 19-unda başlayıb. Ramazan bayramı isə martın 20-sində qeyd olunacaq. Vüsalə Nəciyeva, Today Press TV.